Mirzə Əli Əkbər Sabirin yaşayışına bir qıssa tanıtım. Azərbaycanın görkəmli satirik şairi Mirzə Əli Əkbər Sabir 1862-ci ildə Şamaxı şəhərində dünyaya gəlmişdi. Onun atası Zeynəlabidin və anası Səltənət xanım son dərəcədə dindar insanlar olublar. Sabir 8 yaşındaykən öz məhəllələrindəki qədim usullu məktəbxanaya gedir. Ancaq məktəbdarların tünd əxlaqı və bədəni tənbihləri onu çox incidir. Nəhayət, Sabir 12 yaşında Bakı şəhərinin yeni usulla idarə olunan bir məktəbinə girdi. O həmin məktəbdə Seyid Əzim Şirvanidən dərs almağa başlayır. Mirzə Əli Əkbər bu zamanlar Şirvaninin tövsiyəsi ilə Sədinin farsça şeirlərini türkcəyə çevirirdi və beləliklə get-gedə türkcə şeir yazmaq qabiliyyətində güclənirdi. Sabir 23 yaşında Məşhədi ziyarət etmək adına uzun yollu bir səfərə çıxır. O, bu səfərdə Orta Asiyanı və Xorasanı yaxşıca gəzir və Səbzəvar, Neşabur, Səmərqənd, Buxara və başqa yerləri dolanır və bu şəhərlərin alimləri ilə tanış olur. O, bu müddətdə məişətini çərçiliklə təmin edir. Mirzə Əli Əkbər səfərdən qayıtdıqdan sonra qohumlarından olan Bülbül Nisa adlı bir qızla evlənir və ondan sonra 8 qız və 1 oğlu olur. Sabir cəhalətə qarşı apardığı mübarizəyə görə çox zaman cahillərin hücumlarına məruz qalırdı. Onun üçün Hop-Hop Müstəar adından sonra dərgilərdə Din Dirəci, Mir'at, Fazil, Ağlar Güləyən və Əbu Nəsr Şeybani kimi təxəllüs adlardan faydalanırdı. Sabir, Molla Nəsrəddin dərgisinin 4-cü sayısından bu dərgi ilə əməkdaşlıq edir və millət necə tarac olur olsun nə işim var misra ilə başlanan şeiri nəşr edilir. Bu şeir qəzetlər və oxucular tərəfindən böyük alqışla qarşılanmışdır. Sabir bu şeirdən sonra Molla Nəsrəddin və başqa jurnallara göndərdiyi şeirləri ilə də çox yaxın zamanda şöhrət qazanmışdır. Sabirin Mirzə Cəlil Muhammed Quluzadə ilə dostluğu da elə bu zamandan başlayır. Və Mirzə Əli Əkbər 1911-ci ildə qaraciyər xəstəliyinə yaxalandığı zaman Cəlil Muhammed Quluzadə ilə həyat yoldaşı Həmidə xanım Cavanşir onu öz evlərində qonaq saxlayır və bütün dərman işləri həmin evdə olur. Nəhayət, 1911-ci il Julay ayında həyata göz yuman şair Şamaxının 7 Günbəz qəbristanlığında torpağa tapşırılır. Səsləndirən Mahruq Əfra.